Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Mən sizlərə unitaz seçərkən nəyə fikir vermək lazımdır, o haqda sizə qısa bir məlumat vermək istəyirəm. Bax, gördüyünüz kimi burada bir unitaz var və unitaz seçərkən mən məsləhət görərəm ki, unitazın gözəlliyinə bir o qədər də yox, unitazın əsas keyfiyyətinə və sizin işinizə yarayacaq qədər yaxşı olmasına üstünlük verəsiniz. Unitazın yaxşı olması nədir? Belədir ki, adətən unitazlar var ki, içində bildiyiniz kimi belə desək, yəni bu xırda deşiklər olur. Suyu vurarkən baxırsınız ki, su süzələnir gedir, amma nəciz qalır. Ona görə belə desək, yanı yalaqla deşik olan bir unitaz götürün ki, su bol vursun və nəcizi aparsın. Bax, indi hal-hazırda mən burada bir müştərinin evində bu unitazı mən seçmişəm. Çox gözəl bir unitazdır, gördüyünüz kimi. Bax, mən indi bunun suyunu vuracam, diqqətlə baxın. Bax, buradan gəlir su və fırlanır. Ən gözəl keyfiyyətli bir unitazdır. Diqqətlə baxın bir dənə. Gördünüz, bol su vurdu və nəciz də getdi, belə desək. Adətən bir də vurğulayıram, unitazların baxsız gözəlliyinə yox, əsas buna fikir verin ki, qıraq uzunu xırda deşik olur. Suyu vurarkən su süzələnir hər tərəfdən. Bu sizi allada bilər. Su süzələnir gedir və nəciz qalır. Ya siz məcbursuz başqa bir vedrada suyu reski tökəsiz ki, yəni bu axıb geçsin, yəqin ki, fikrimi çatdıra bilirəm. Ya da ki, qalısınız belə. Ona görə vaxtında unitaz seçərkən mən bir usta olaraq sizə məsləhətim odur ki, bu şeylərə fikir verəsiniz. Şərt orada deyil, bunu kimi su fırlana gür getsin. Belə bir unitaz ala bilməsəz də, bu unitaz məsələ 400 manat civarındadır. 380 manat civarındadır. Əsas odur ki, baxın belə deşiyi çox olan, yəni ki, suyu unitaza vurarkən, basankən, su bol getsin. İstər divar içi, istər belə unitazlar, yəni əsas buna fikir verin. Burada bütün aksesuarları mən seçmişəm. Baxırsınız, belə bir gözəl rəngdə BDS-dir və əsasda keyfiyyətdir. Ferrorin